Əgər Ermənistan bazarında 80-100 dram daha ucuz rəqib məhsul meydana çıxırsa, təbii ki, onlar gedib öz tədarükçülərinə izah etməlidirlər. Deməlidirlər ki, bizim də daha ucuz qiymətimiz olmalıdır və onlar da öz xərclərini optimallaşdırmağa, rəqabətə davamlı qiymət təklif etməlidirlər. Nəticədə isə vətəndaşımız 80, 100 və ya 60 dram daha ucuz yanacaq əldə edəcək. Xəbər izi xəbər verir ki, bunu bugün hökumət binasının qarşısında jurnalistlərlə söhbətində Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan Azərbaycandan benzin idxalına toxunarkən bildirib. Onun sözlərinə görə bu təbii ki, ümumi rifaha və ümumilikdə rəqabət qabiliyyətliyə təsir edəcək. Baxın, əgər dizel yanacağı 80 dram ucuz olarsa, bu o deməkdir ki, torpaq şumlayan traktor dizel yanacağına 20% daha az vəsait xərcləyəcək, deyə Papoyan qeyd edib. Azərbaycandan nə qədər yanacağın gətirildiyi və hansı şirkətlərin idxalla məşğul olduğu sualına erməni nazir belə cavab verib. Görünür, əvvəlki dəfə olan eyni şirkətlərdir. Bir neçə min ton yanacaq gətirilir. Yenilik isə ondan ibarətdir ki, artıq təkcə premium deyil, həm də regulyar növ benzin və dizel yanacağı gətirilir. Yenə də ilkin bazar qiymətləri ilə müqayisədə 80 drama qədər ucuz olacaq. Yaxın günlərdə Ermənistana çatacaq. Bu artıq sensasiya olmamalıdır. Sensasiya birincidə olur. İndi ikincidə olacaq, beşincidə olacaq, 15-cidə olacaq. Mən artıq bu proseslə məşğul olmayacağam. Çünki bu artıq reyslər üzərinə qoyulub. Mexanizm əvvəlki proseslə eyni məntiq əsasında işləyir. Azərbaycandan yanacaq idxal edəcək şirkətlərin necə seçildiyi məsələsinə gəlincə Papoyan bildirib. Mən heç kimi seçməmişəm və heç kimi seçmək imkanım da yoxdur. Əgər seçməli olsaydım, həm hamını seçərdim. Digərləri də ya öz tədarükçüləri ilə və ya həmin şirkətlə danışıqlar aparmalıdırlar ki, daha ucuz benzin gətirə bilsinlər. Bunun faydasını isə bizim vətəndaşlarımız görəcək.